Səhər erkən idi. Günəş yavaş-yavaş üfüqdə yüksəlirdi. Fərid işə getmək üçün evdən çıxmışdı. Yol boş idi. Sükut ətrafı bürümüşdü. O maşının pəncərəsini açıb təmiz hava ilə nəfəs aldı. Quşların oxuduğu mahnıları eşitdi. Birdən yolun kənarında bir it gördü. Kiçik, boz rəngli, titrəyən bir it. Fərid maşını yavaşlatdı və ətrafına diqqətlə baxdı. Görünür, it yolda tək qalmışdı. Heç bir sahibi yox idi. Fəridin ürəyi yumşaldı, amma yolunda gecikmək istəmirdi. Maşını yavaş-yavaş itə yaxınlaşdırdı. O anda yolun digər tərəfində bir velosiped sürücüsü sürətlə gəlirdi. Fərid onu vaxtında gördü və əyləcə sıxdı. Maşın qəfil dayandı. İt qorxudan geri çəkildi. Velosipedçi də birdən dayanaraq səs saldı. "Niyə belə sürətlə gedirsən? Yolda diqqətli olmalısan." Fərid pəncərədən başını çıxarıb dedi. "Bağışlayın, it yolun ortasındaydı. Onu vurmamaq üçün dayandım." Velosipedçi başını yellədi və getdi. Fərid dərin nəfəs aldı. Qəlbi hələ də tez-tez döyünürdü. O itə baxdı və düşündü. Yaxşı olardı ki, ona kömək edim. Fərid maşından düşdü və iti sakitləşdirməyə çalışdı. İlk dəfə qorxmuş it ona doğru yaxınlaşdı. Fərid əlini uzatdı və iti qucaqladı. O andan etibarən it ona baxaraq sanki təşəkkür edirdi. Yolun digər tərəfində bir azlıq qoca kişi oturmuşdu. Fərid yaxınlaşıb soruşdu. "Salam, bu itin sahibi sizsiniz?" "Yox, oğlum, bu it uzun müddətli tək gəzir. Bəlkə evdən qaçıb." Qoca cavab verdi. Fərid iti maşına qoydu və yaxınlıqda olan heyvan sığınacağına doğru getdi. Yol boyunca it sakitcə onun yanında oturmuşdu. Fərid düşünürdü ki, bəzən kiçik hadisələr insanın gününü dəyişir. Bu kiçik qurtarma hərəkəti həm iti, həm də onun özünü xoşbəxt etdi. Sığınacağa çatdıqda heyvan baxıcısı iti qəbul etdi və ona isti bir yataq verdi. Fərid maşına əyləşərək yoluna davam etdi. Amma qəlbində isti bir his qalmışdı. O başa düşdü ki, yolda baş verən kiçik hadisələr həm diqqətli olmağı, həm də mərhəmət göstərməyi öyrədir. O gün Fərid işə gecikdi, amma ruhu daha sakit və xoşbəxt idi. Yolun ortasında baş verən kiçik hadisə onun gününü dəyişmişdi. Hər kəs bilmir ki, bəzən həyatda sadə bir diqqət və mərhəmət böyük fərq yarada bilər.